Xırdalan şəhəri körpü bina tikintiyə məxsus olan bir binada sizlərə hazır əlim yandı Kupçalı ev çəkib təqdim edəcəm kreditinə. Keçək mənzilə doğru. Sənə jackpot tapmışam. Denən niyə? Xırdalan şəhəri Heydər Əliyev parkının qarşısında sənə cəmi bina evi sahibi olacaqsan, 32.500 manata sənin evin olacaq. Necə? Şərtlərini deyirəm, sonra evlə tanış olub. Deməli, axıra qədər izləyin, tam məlumat deyirəm. Bax, belə deyək də, əlində 32.000, 33.000 pulun var, düzdür? Gəl indi mən sənə belə bir şərt deyim ki, sən 32-33 minə ev sahibi olursan, geridə qalan məbləğini sən ödəmirsən. Necə imkanın varsa əgər. Və yaxud da ki, kirayədə qalırsan, aylığı bunun kirayə qiymətindədir. Hazır kreditdə olan mənzildir. İlk ödənişi 32.500, ayda 333 manat ödəmək şərti ilə. Evimizin şərtləri necədir, əziz insanlar? Minimum əmək haqqısı 400 manat, 350 manat kartla maaş alan adam olsa rahatçını ala bilir. 4% hazır ipotekadadır. Yəni bu o demək deyil, sən hərbidə işləməlisən və yaxud da ki, polisdə işləməlisən. İstənilən bir Azərbaycan vətəndaşı, kartla maaş alan adamlar hər biri bunu ala bilər. İndi burada bir əmma var ki, belə deyim də mən sizlərə, bu evi necə 32.000 manata sənin olur? 32.500 manatdır bu evin qiyməti. Elə bir ki, 32.500 manatını verdin, qardaş. Verirsən kirayə. Parkın qabağıdır. Kirayə qiyməti bu üçün 400 manatdır bu evlər. 400 manata verdin kirayə. Hər ay kirayəsini ödəyir. Sadəcə sənin verdiyin o 32.000 manata sən bu evin sahibi olursan. Yəni kirayə verirsən bu evi. Yəqin ki, fikrimi izah edə bildim sizlərə. İndi isə keçək evlə tanış olaq. Gəl. Evin əsas giriş hissəsi buradan başlayır. Bax, bura giriş hissəsidir. Giriş qapısı. Bu tərəfi göstər. Daxil olursan evə, burada yerləşir hamam və ayaqyolu. Bir yerdədir, duş kabininə kimi hamısı yığılıb. Videoya sonuna qədər bax, tam məlumatın olsun. Burada yerləşir evin mətbəxi. Bir otaqdan ibarətdir. Mətbəx mebelizadır. Əşyaların da çoxsu qalır. Burada da balkonu var. Göstər balkonunu. İstilik sistemi də kombidir. Xırdalan şəhəri Heydər Əliyev parkının tam olaraq qarşısında yerləşir. Burada da bax belə zaldır. Bu hissəsi, bu gördüyünüz qalacaq. Bax, bu şeylər hamısı qalacaq. Bura zaldır. Burada da yataq qoyublar, yəni bir otaqdan ibarət evdir. Bir otaq, bir mətbəx. İstəsən əgər, sən bunu iki otağa perezelka da eləyə bilərsən rahatsızlıqla. 15 mərtəbəli binanın 15-ci mərtəbəsi. Mansard deyil, üstü beton liftə qalxır. Kredit şərtində mən sənə dedim. 32.500 manat ödəyirsən, ayda 333 manat. Müddət isə 20 ildir. Bu 20 ili sən 10 ildə eləyə bilərsən, 5 ildə eləyə bilərsən. Məsələn, 333 ödəmə, ödə ayda 500 manat. Başa düşdünüz? Yəni və yaxud da ki, ver kirayə, belə deyim, aylıq 400 manat kirayə vermirsən, 400 manatı bura köçür, düşsün, ili aşağı düşsün. Yəni bunu tam ətraflı mən sizə izah elədim. Bir daha xatırladıram. Sən 32.000 ev sahibi olursan, aylıq da ki, verirsən kirayə, öz-özünü ödəyir, evdə sənə qalır. Yəni bundan o tərəfə şans yoxdur sizlər üçün. Sənəti də kupçadır, kupçası da var. Qalan nə məlumatı bilmək istəyirsən, zəng elə, gəl, danışaq, razılaşaq. Xırdalan şəhəri Heydər Əliyev parkının qarşısı. Sağ olun.